dönəm elə dönəmdir ki, hiss edirsən ki, hər şey və hər kəs üstüvə gəlir. Sanki bıçaq boğazıva dirənib və nəsə eləməlisən və yaxud da heç nə eləməməlisən. Mən həyatda işarələrə inanıram. Bu və bunun kimi yüzlərlə işarənin hər gün qarşımıza çıxacağına da inanıram. Bir də belə bir məqamda səni sıxan bir şey olur. Elə bir şey ki, sanki öz istəklərinə inanmalısan. Amma qıraqdan baxışlar, səslər sənin problemin olduğunu və belə də davam edəcəyini hiss elətdirir sanki sənə. Bəlkə də elə deyil, bəlkə də heç kimin vecinə deyilsən. Ən azından vecinə olsaydın, zəng edib soruşardılar ki, necəsən, nə edirsən? Biriləri sənə deyəcək ki, sənin heç bir şeyin olmayacaq, amma sən buna inanırsan ki, sənin həyatında nələrsə olacaq, deməli olacaq. Bu asandırmı? Yox, çətindir. Mənim vəziyyətimdə, mənim yaşantımda disiplinli olmaq və nəyəsə nail olmaq heç də asan məsələ deyil. Çünki yaş və başqa bir diyarda olmaq və o diyarın qayda-qanunlarına riayət eləmək, ev kirayəsi və digər məişət məsələləri səni gündəlik sıxır. Sən normal düşünə bilmirsən. Və beləliklə hekayə davam edir. Bu videonu o dəqiqə paylaşmayacağam. Bu videonu sadəcə bəlkə də bir həftədən sonra paylaşacağam. Amma prosesi olduğu kimi göstərmək istəyirəm. İşsizəm, sıxılıram, boğuluram, boğulmamağa çalışıram. Öz istəklərimə, öz düşüncəmə, özümə inanmağa çalışıram. İnanırammı? İnanıram. İnanırammı? İnanıram. Bu əbəs deyil. Yeni bir uşaq doğulanda da bu sancılar olurmuş. Bu əbəs deyil. Məni nəyəsə hazırlayırlarsa mən hazıram artıq. Mən hazıram.